Devam edilir əziz tamaşaçılar. Hakim hər iki komandaya sarı bərək verdi. 32-ci dəqiqə gedir. Azərbaycan 1-ci liqasının açılış oyunudur. Aha, pressing. Indi Kənan Kərimovun komandası görək nə ilə yadda qalacaq. Artıq 33-cü dəqiqə gedir. Birinci hissənin artıq asta-asta sonuna gəlib çatırıq. Sərbəst atışla qonaq komanda topu meydana daxil eləyəcək. Elədi də əla bir pas. 34-cü dəqiqə başlayıb. Qayda pozulub. Sarı bərək olacaq deyəsən. Amma yox, hakim güzəşdə gedir. Cərmə zərbəsi vuracaq Kənan Kərimovun komandası. Görüşün 35-ci dəqiqəsində, 34-cü dəqiqəsində. Aha, pis yıxıldı. Aha, out. Cəbrayilin də. Və görək nələr baş verəcək. Cəbrayil Karvan oyununda. Hava bir pas, hələ ki hesab açılmayıb. Birinci hissənin sonları da asta-asta. Riskli hərəkətlər eləyir oyunçular oturduqları yerdə. Görüşün 35-ci dəqiqəsi başlayır. Cərmə zərbəsi vuracaq Kənan Kərimovun komandası. Yox, Cəbrayil cərmə zərbəsi vuracaq Elhad Nəzirlinin komandası. Deməli, Cəbrayil sol tərəfindədir, Kərvan isə sağ tərəfindədir. Oyun o qədər sürətli gedir ki, adam arada bir saçmalı olur. Ona görə izləyicilərimizdən üzr istəyirəm. Qapının üstündən keçir. Qapıdan zərbə ilə Kənan İbrahimov topu oyuna daxil elədi. Artıq birinci hissənin sonlarıdır. Və Kənan İbrahimov yerindədir. Və indi Cəbrayil əks hücuma çıxır. Aha, Elhad Nəzirlinin komandası əks hücuma çıxır, amma heç nə alınmadı. Top meydandan çıxdı. Korner qazanır deyəsən Cəbrayil. Yettinci dəqiqə gedir. Son dəqiqələrdir. Amma birinci hissədə hələ ki hesab açılmayıb. Aha, Kənan İbrahimov yerindədir. Cəbrayilin əks hücumu davam edir.
yerindədir. Və pressing. Sekizinci dəqiqə birinci hissə yekunlaşacaq. Qayda pozulub. Bu oyunda kobud hərəkətlər çox olur. Cəbrayıl görək qələbə tilsimini qıra biləcəkmi? Həm də məğlubiyyət tilsimini qıra biləcəkmi? Yəni komanda qələbələr qazanmalıdır ki, birinci liqadan düşməsin. Cəbrayılın da hücuma çıxır. Out. Və artıq görüşün son dəqiqələridir. Out Cəbrayılın da. Baş məşqçiləri xatırladım sizə, deməli meydan sahiblərinin baş məşqçisi Cəbrayıl komandasını çalışdırır Elhad Nəzirli. Karvan komandasının baş məşqçisi isə ikinci mövsümünü birinci liqada keçirdən Kənan Kərimov. Oyuncuların malı başlayır. Və pressing eləyir. Və deyəsən qayda pozulub. Deyəsən Karvan çərmə zərbəsi vuracaq. Cəbrayıl komandası qaydanı pozub. Və indi 40-cı dəqiqə gedir. Görək hesabı aça biləcəkmi? Kənan Kərimovun yetirmələri. İkinci mövsümdür ki, Kənan Kərimov Karvanın baş məşqçi postunda qalıb. Və Cəbrayılın qapısı topu çıxarda bildi. Allah! Cəbrayılın da hücuma çıxır son dəqiqələrdə. Ala bir pas. Allah, pressing qəşəng. Allah, zərbələr qəşəng gəlir. Aha, indi Karvan son dəqiqələrdə pressing eləyəcək. 41-ci dəqiqə artıq başlayır. Oyunun artıq 4-də 1 hissəsi başlayıb. Hesab açıla biləcəkmi son dəqiqələrdə? Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Sabah da bizim kanalda Bakı Sporting Mingəçevir görüşü canlı yayımlanacaq. Yalla bir pas. İkinci dəqiqə gedir. Deyəsən birinci hissədə hesab açılmayacaq. Həm Elhad Nəzirli, həm də Kənan Kərimov yəni baş məşqçilər də komandalarda 0-0 ilə yollanacaq soyunma giyinmə otağına. Yəni soyunmaq giyinmə otağına 0-0 ilə yollanacaqlar. Amma oyunun belə baxanda tempi yəni aşağı düşmür.
Protokol yok, lazım topları şey. Artık 43-cü dəqiqə başlayacaq. Karvan komandası indi pressing eləyir. Kənan Kərimovun komandası əla indi pasını verir. Rəhman Şabanov pressing əladır. Cəbrayıl əks-hücuma çıxır. Qayda pozulur. Aha, qayda pozulur və deyəsən növbəti sarı vərəklər olacaq. Kənan Kərimov orada əsəbləşir. Rəhman Şabanov Cəbrailin oyunçusuna qarşı qaydanı pozub. Sərbəst atışla oyun davam edir. 43-cü dəqiqə yekunlaşır. Karvan son dəqiqələrdə hesab aça bilər. Əla bir pas və qopçu heç nə alınmır. Əla bir pasla topu götürdülər Cəbrayıl oyunçular amma indi Cəbrayıl topu meydandan çıxartdı. Bizim təşkilatı dəstəyimiz isə həm futbol arenasıdır, həm də ekstra time'dır. Hər ikisinə həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Neçə dəqiqə oyunun əsas vaxtına 1 dəqiqə əlavə olunur. Out Cəbrail'indir. Aha, pressing. Əla bir pas və top meydandan çıxır. Out Karvanındır. Əla bir pas. Aha, indi Karvan. Peter Kiks topun arkasına gedirdi. Meydandan da elan olundu. Peter Kiks az qala hücum edirdi amma heç nə alınmadı. Out Cəbrail'indir. Əla bir pasını verir. Və birinci hissə bitdi, ikinci hissədə görüşərik, gələrik.